İlin əvvəlində ölkə əhalisinin sayının 12 milyon 400 min nəfər, hər 1000 nəfərə təbii artımı 3 nəfər olmuşdur. İlin sonunda isə ölkə əhalisinin sayı 12 milyon 430 min nəfər olarsa, emiqrantların sayını müəyyən. Emiqrantlar yəni ölkədən çıxıb gedənlərin sayını müəyyən edir. İlk növbədə belə eləyək ki, ilin əvvəlində 12 milyon 400 min, ilin sonunda isə 12 milyon 430 min əhali olmuşdur. Demək ki, ölkə ərazisində 30 min insan artdığını beləcə müşahidə etmiş olduq. Amma bizə ilk növbədə lazımdır, görək ki, hər 1000 nəfərə təbii artımın 3 nəfər artdığını biz nəzər salsaq, hər 1000 nəfər üçün bu 3 nəfər isə, bəs ilin sonunda 12 milyon 400 mindən nə qədər insanın artdığını müəyyən etməliydik. Belə ki, 12 milyon 400 mindən isə əhali artımını x qəbul eləyək. Belə ki, biz burada x-i təyin etmək istəsək, 12 milyon 400 mini vurmalı olacaq 3-ə və böləcəyik bildiyiniz kimi 1000-ə və buradan alacağımız cavab isə 37.200 nəfər olacaqdır. Amma gördüyümüz kimi isə bizim burada artımımız bir ilin sonunda əhali sayı 30 min artıb. Demək ki, ölkə arasında 37.200 olmalı ikən 30 min artdığını gördükdə, demək biz 37.200-dən həmin bu artımı, yəni 30 mini də çıxsaq, yerdə qalan 7200 nəfər qalır ki, demək ki, bu 7200 nəfər emiqrantların payına düşəcəkdir. Demək ki, bizim burada doğru bəndimiz 7200 olacaq və 7200 bizim doğru bəndimiz sayılacaq.